Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun. Biz Allaha üsyan etməməliyik. Bir müddət qapını bağlayıb tək qalıram ki, məni o cür heç kim görməsin. Hayqırmaq, çığırmaq istəyirəm ki, səsim Allaha qədər çatsın. Çatsın ki, mən niyə bu səhnədəyəm? Bir il yanımda kimsə görmək istəmədim. Gecələr qaçırdım dənizə, elə bağırırdım. Amma Allah mənə güc verdi. Lakin o vulkan içimdə sönmür. Bəzən deyib gülürəm, amma o vulkan elə anımda dartır məni ki, sənin sevinməyə haqqın yoxdur. Bu sözləri xalq artisi Nasparet Dossalliyeva həftənin qonağı verilişində deyib. O dünyasını dəyişən oğlu Əlinin son sözlərini belə xatırlayır. Balam dünyasını dəyişəndə mənə 3 söz dedi. Halı yox idi. Baxdı mənə, birdən-birə infarkt oldu. Özü başa düşürdü, amma mən yox. Mədəsində ağrı olduğunu dedi. Plovu çox yedim, özümü pis edirəm. Söyləyib uzandı. Dedi, özümü yaxşı hiss etmirəm, su istəyirəm. Evdə də bacım qonaqlarımız var. Dedi, o stəkana buz əlavə et. Cavab verdim ki, soyuq olar sənə. Dedi ki, ürəyim yanar, su istəyirəm. Suyu içdi, dedi, getmə ana, sənə söz demək istəyirəm. Mən oturmuşdum, o isə uzanmışdı. Başını qucağıma aldım. Söylədi ki, ala, bizim əziyyətimizi çox çəkmirsən, haqqını mənə halal et. Bu sözü xoşuma gəlmədi. Dedim, o nə sözdür, halaldır. Söylədi ki, Tamerlanı Əlinin oğlu. Tamerlanı sənə ümid oluram. Bir də dedi, heç vaxt səhnəyə qanı qara çıxma, səhnəni buraxma. Bu sözlərimi qulağımda sırğa kimi saxla. Fikirləşdim ki, uşaqdır, zarafat edir, amma bilmirəm niyə deyir. Səndim o bilirmiş, getdiyi anı görür. Amma mən getdiyini görmürəm. Biz onu ciddiyə almalıyıq ki, bu onun son sözləri olar. Ondan sonrasını danışmaq istəmirəm. Amma hər səhnəyə çıxanda Əlinin o sözləri qulağımdadır. Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, hər zaman şən əhval-ruhiyyədə ol. Dostumuz, düşmənimiz var. Başa düşmürdüm ki, bunları niyə deyir? Nə vaxt səhnəyə çıxıram, o səs qulağımdadır, elə bil dünən deyib. Qeyd edək ki, Nasparet Dossalliyevin böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.